Bu boyda bizi əzilərlər, bu boyda bizi sınır, bizim erməni dədəmizi öldürdü, biz sınmadıq. Ama bugünkü gündə şəhidin evladı Sosial Müdafiə Nazirinin naziri, işçiləri sındırır, belə qışqırdır, ağladır, zulüm verir. Biz dərdimizi kimə deyək? Kanalımıza müraciət edən Ağdam rayon sakini Rüfət Qurbanov bildirir ki, 2003-cü ildən bugünədək asma xəstəliyindən əziyyət çəkir. Onun sözlərinə görə 2011-ci ildə səhhəti ilə bağlı ona 2-ci qrup əlillik dərəcəsi təyin edilib. Şikayətçi qeyd edir ki, 10 il ərzində ona ayrılmış əlillik təqaüdünü alıb, lakin 2025-ci ildə keçirilən tibbi sosial ekspertiza nəticəsində ona təyin edilmiş 2-ci qrup əlillik dərəcəsi ləğv edilərək 3-cü qrup əlillik dərəcəsi verilib. Rüfət Qurbanov bu qərarla razılaşmadığını bildirir. O iddia edir ki, səhhətində heç bir yaxşılaşma olmadığı halda əlillik dərəcəsinin aşağı salınması qanunsuzdur. Şikayətçi məsələyə yenidən baxılması üçün təkrar komissiyanın yaradılmasını və əlillik dərəcəsinin düzgün şəkildə təyin olunmasını tələb edir. Mən bu günləri deməli, mən prezidentə, cənab prezidentə öz şikayətimi, öz müraciətlərimi bildirəcəm. Sosial Müdafiə Naziri Anar Əliyevin öz başarılarından, Sosial Müdafiə deməli, Anar Əliyevin mavini Anar müəllimdən. Deməli, mən bir həftə bundan qabaq deməli müraciət eləmişəm. Bir həftə ki mən müraciət edirəm ki, mənim 2-ci qrup əlillik idim. Deməli, özüm asmatikəm. İndi elfini vurdurmuşam, bir dəqiqədə Ağdamda vurdurup hansı da gəlir. Deməli, asmatikəm. Məni 23 ildir, 2003-dən 23 ildir mən asma xəstəliyindən əziyyət çəkirəm. 2011-dən mənə pensiya təyin olunubdur. Düz 15 ildir. 2025-in 15-ci ilinə kimi mən 15 ildir pensiya alıram. 25-ci ilinə kimi. 15 ildir pensiya. İndi də mən bir həftədə yazılmışam ki, 4 dəfə qaynar xəttə zəng vurmuşam ki, cənab naziri qəbuluna düşəm. Bugün getmişəm Ağdama, Ağdamda Heydər Əliyev mərkəzində gedib yaxınlaşmışam, mənim adım familiyam çıxmır. Neyse orada mən şikayət elədim, orada dedim ki, mənim niyə adım orada çıxmır, mən axı şikayət eləmişəm, cənab nazirin qəbuluna düşəm. Neyse bir sözlə bizi götürən orada deməli, Sosial Müdafiə Nazirinin əməkdaşları təzədən otağa apardılar, o alımı qeydiyyata saldılar, deyirlər çıxır 2-ci mərtəbəyə. Nazirdə bir də icra hakimiyyətində de gəlir. Deməli, o gələnə kimi biz gözlədik ki, nazir bizi qəbul edir, nazir deməli orada 4-5 dənə Addenli şəhid ailəsi var idi, Addenli. 3 dənə Betra Qazi var idi formada, bir dənə Adi Əlil var idi, hatta 7-8 nəfər bizi qoymadılar nazirin qəbuluna. Ay nazir sizi qəbul edir, yalandan sonra da bizə dedilər ki 60 nəfər, 40 nəfər nazirin qəbuluna yazıb onları qəbul edəcək. Və bu şəhid ailələrini niyə qəbul edəmlər? Deyirəm ki, mən Ağdam qeydiyyatındayam. Qaynar xəttədə demişdim ki, Ağdərə rayon sakinəm, Ağdam qeydiyyatına. Bizim icra hakimiyyətimiz Ağdamdadır, hamısı Ağdamdadır, icra nümayəndəsimiz Ağdamdadır. Neyse bir sözlə cənab prezident, məlumumuz olsun ki, cənab nazirin qəbuluna düşə bilmədik. Deməli, burada söhbətə bax, deyirəm Anar Əliyevlə görüşürəm, deyirəm mən asmayam, deyirəm mən bunu niyə ispat edirəm, deyir ki, hə asmasan, deyirəm mən mənə niyə Anar müəllim, nazirin mavini Anar müəllimə. Mənə bunu, bax, verib ağciyarın üstü, bunu ağciyarın üstü, ağır gedisi asmatik, kronika asmatik ağır gedisi, bax, hamısı burada ola. Bax, burada verib, bax, Sevaşka xəstəxanası 2025-in 4-cü ayı və 11-ci ayı ağır gedisi asmatik şəhid evladı. Bax, hamısı yazılıb burada. Hamısı burada yazıla. Məni qoymadan, mən elfirinlə yaşayan bir insan, disklə yaşayan bir insan, bax, elfirinlə, bunlarla yaşayan bir insan, mən naziri qəbuluna düşə bilmədim. Mən elfirinlə yaşayıram. Mənim əllərimə baxın. Mənim qoluma baxın, mən elfirinlə yaşamıram. Mənim qollarıma da baxın, xahiş edirəm çəkin hamısını. Bax, əllərimi üstünə düşürəm, qollarımla, burada damarlarım da qaçıbdır. Mən burada cənab prezidentə müraciət edirəm ki, Sosial Müdafiə Nazirinin Anar Əliyevin mavini Anar müəllim deyir ki, deməli biz
Sevaşqa xəstəxanasını, Ağdiyar İnstitutunu, Ağdamı, Ağzəbədini, Dost mərkəzində komissiyada keçmişəm. Onların heç birini biz əsassız saymırıq. Onlar demək olar ki, yalancıdır. Deyirəm, yaxşı, mən asma döyüləm, neyin asmasan? Deyirəm, bu nədir? Asma döyüləm, neyin asmasan? Asma olan insan, elfini qoldurup indi çıxmışam buna. İndi deyirlər ki, asma döyüləmsə, bunu niyə mən istifadə edirəm? Neyse, orada da nazirin əməkdaşlarının hamısı deyir ki, 10 ildən artıq alındırsa, sana ömürlü asma düşməliydi. Sən ömürlü asmalı var idin. İndi mən 10 ildən artıq, 15 ildə asma, deməli, əliliyim olub. 2-ci qrup əlilliyi almışam. İndi götürüb vermişlər, 3-cü qrup imtina eləmişəm bunu da. İndi sənətlərim yenə dost mərkəzindən vurulub, nazirlikləri. Ben buradan deyirəm, Cənab Prezidentin kuratorlar, Qiyas müəllim, siz də məni tanıyırsınız. Ağdam icra başçısı, siz də məni tanıyırsınız. Bərdəli icra başçısı, siz də məni tanıyırsınız. Hər biriniz bilirsiniz, mən neçə yerdə xəstəyəm. Mənim dava dərmanıma siz neçə dəfə kömək eləmişsiniz, almışam. Bəzi dava dərmanlarımı, eyvah bunları. Bax, 55 manat, 48 manata. Bax, bunların hamısını sizdən kömək eləmişsiniz, mən almışam. Bax, qaraciyarda da problem var. Bunlar hamısı bax asmatik, bütün hamısı bax əlində olurlar. Bax Cənab Prezident, bununla yaşayan insana nazir orada fikrindir, saxtakarlıq elədiyi, şəhid ailələrindən görüşmədiyi, mən də şəhidin evladıydım. Bax, mən də şəhidin evladıydım Cənab Prezident. Diqqət qayğı göstərdi Anar Əliyev. Mənə deyirlər ki, biz Ağciyarlının, Sevaşqa xəstəxanasının, Devlət xəstəxanasını biz qanunu saymırıq. Gəl burada əyəli baxışa. Mən də 2016-dan, 2011-dən, 2012, 2013, 2014, 2015 baş vitekdən də keçmişəm. Cənab Prezident, baş vitekdən də keçmişəm. Deməli, baş vitek saxtakar olub. Ağdam xəstəxanası saxtakardır. Ağciyar İnstitutu saxtakardır. Sevaşqa saxtakardır. Deməli, bunların vurduqları petal hamı saxtakardır. Mən də deyirəm ki, Anar müəllim, Anar Əliyev, sonra Anar müəllim Mavin. Mən də deyirəm ki, siz saxtakarsınız. Sənin o əllərin bərpa mərkəzi, şəhid ailələrinə, Qarabağ əllərinə zülüm verən sizlər saxtakarsınız. Bu hökumətin xəstəxanalarını da bağlayın. Bağlayın, Sevaşqanla bağlayın. Ağciyar İnstitutu Azərbaycanda demək, Ağciyar İnstitutu, Sevaşqa Ağciyar İnstitutunu deyir ki, biz ona inanmırıq. Bu millət, onda biz niyə girib orada yatırıq? Mən niyə girib 10 ildə Sevaşqada yatıram, ildə 2 dəfə, 3 dəfə? Niyə girib Ağciyarda yatıram? Onu bununla saxtakardısa, bu xəstəxanalar niyə işləyir? Deməli, Anar Əliyev deyir ki, Mavin, Ağciyar İnstitutu, əllər bərpa mərkəzi düz deyir. Əllərin barında 5 dənə insan varsa, Sevaşqa xəstəxanasıdır, Ağciyar İnstitutu, Bərdədir, Ağdam, bu boyda həkimlər düzdürdir. Sən bunları saxtakar bildin. Amma sən də özün saxtakarsan, sənin nazirin saxtakardır ki, mən deyirəm, mən burada deyirəm, hüquq mühafizələr, mən burada müraciət edirəm Azərbaycan Respublikasının Devlət Təhlükəsinin sədri, Cənab Əli Nağıyev cənablarına, xahiş edirəm mən, birbaşa inanım sizədir, güvənləm sizə, xahiş edirəm, yoxlayın, əgər görüncü, mən bütün Qurbanov Ülfət Əli qismət oldu, Bərdə rayonu 866 qəsəbədə qallam. Yoxlayın, əgər mən asma döyüləmsə, mənə zirayət açın. Əgər deməli, Ağciyar üstü saxtadırsa, Sevaşqa saxtadırsa, bu xəstəxanaları bağlayın. Ya da onlar saxta döyülsə, əllərin bərpa mərkəzini bağlayın və onların başında duranları tutun soxun içəri. Sizdən artıq dərəcədə xahiş edirəm, yalvarıram sizə. Bu haqsızlığa göz yummayın. Hər kəs bana kömək eləsin. Hər kəs bana yazırlar ki, canlı yayımlarda başın sağ olsun, şəhidlər sağ olsun. Bugünkü gün şəhidin evladına belə zülümlər verirlər. Cənab Nazir, sizdən xahiş edirəm. Cənab Prezident, Mehriban xanım, Ağdərəli deputatı Anar Məmmədov, Ağdamın icra hakimiyyəti Vaqif Həsənov, Bərdə icra hakimiyyəti, hamınızdan xahiş edirəm, mənə köməyini edin. Mən asma döyüləmsə, məni tutun soğun içəri. Mənə cinayət çaşdırın. Məndə emfizema, ciyarımda, mədəmdə deşik, qastrit, eroziya, osteokondroz beynimdə. 3 dəfə buradan qasırdan əməliyyat olmuşam. Mənim 3 dənə evladım var. Mən onu saxlaya bilmirəm. Bilmirəm onların yeməyə, içməyə, dava dərmanlarını bilmirəm özümünkü alım. Mən buradan Azərbaycan Respublikasının Devlət Təhlükəsindən xahiş edirəm. Cənab sədrdən, xahiş edirəm,
Onları da yoxlayın, məni də yoxladım. Görün mən xəstə deyirəmsə, mən deməli hökumətə xəyanət edəcəm. Mən tutun soxsunlar içəri. Əgər bunlar hökumətin vətəndaşına, məni bu ölkəyə, mənim bu dədəm Qurbanov olub Əli Qismət, məni bu devlətə, bu xalqa əmanət qoyub gedən bir şəhidin evladına bunlar xəyanət edir. Nazir başda olmaqla xəyanət edir. Anar Əliyev xəyanət edir Azərbaycan xalqına. Ananın mavini, anar xəyanət edir. Birinci mavindir, ikinci mavindir bilmirəm. Bu boyda bizi əzilərlə, bu boyda bizi sınır, bizim erməni dədəmizi öldürdü, biz sınmadıq. Ama bugünkü gündə şəhidin evladı Sosial Müdafiə Nazirinin naziri iççiləri sındırır və belə qışqırdır, ağladır, zülüm verir. Biz dərdimizi kimə deyək? Sizə qurban ol, kömək edin bizə. Bu vəsqəni bizə nə verirsiniz? Diqqət qayğı. Hansı diqqətdən qayğıdan söhbət gedəmlər? Hani bizim bu əməkdaşlarımız, hani bu devlet organları kömək eləmir ki bizə? Mən asmayam, qardaş asmalığımı ver də, səndən mən nəsə istəyirəm. Mən 23 il asma xəstəliyinə sən saxta sayırsan. Bilmirsən, deyirsən, avcıyanırsın, saxtakardır. Saxtakar nazır sənsən. Sənin mavinin anardır, saxtakar. Biz niye saxtak olur? Ne oldu? Sevaşqa xəstəxanası saxtakar olub, bağlayın onları. Avcıyanın üstü, əsas asmaların yeri oradı, oranı bağlayın, onda geçsin. Ya da yalan deyirsəm, bu əlləri mərkəzi, akşama kimi geyirlər, onları tutun salın səni. Xahiş edirəm sizdən artıq tərəzilə. Mən hansı dərdimi kimə deyim? Mən bunlarla yaşayıram da, Elfirinlə. Bak, bunlarla yaşayıram da. Hexamezodon, Elfirin, bak, hansı ben yaşamıram ya. Ay vicdanınız olsun, qeyrətiniz olsun. Ay Nazir, bu nədir sən mənim başımı oynatırsan? Mən axımımdan yaşayıram, mən babunlarla, kağızlarla, dərmanlarla yaşayıram. Mənim elə neylisə pulub bir dəqiqə dərmanlarım var. Siz mənə götürüb vermirsiniz. Bak bu nədir? Bunların hamısıyla yaşayıram da ayrı sinəslər başa salmalıyam. Nətən deməliyəm sizə ki, siz başa düşəcək. Sonda onu da qeyd edək ki, Kanal 13 səsləndirilən fikirlərə görə məsuliyyət daşımır və qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırdır.